Şagirdlər dedik ki, qovluqlarımız iki cür olur. Biri adi qovluqlardır. Hansı ki onlar sadə sarı qovluqlar olur. İçərisində fayllar olur. Və şəkli niyə dəyişdi? Bayaq uşaqlara göstərirdim. Bir saniyə bunu dəyişdireyim. Bir saniyə. Aha. Dedik ki, adi sadə qovluqlar olur, bir də xüsusi qovluqlarımız olur. Adi qovluqlara şəkli olmur, şəkil yerləşdirmək olmur, xüsusi qovluqlar isə şəkil olur. İndi tanış olaq görək hansı qovluq tiplərimiz var, kompüterin özünün hansı kompüterləri olur. Birincisi baxın, my kompüter, burada yazılıb bu kompüter, bu formada kompüter faylıdır. İçərisində yazılıb görəcək cihazlar və qurğular. Daha çox xarici yaddaş qurğusunu göstərir. Normalda susmaya görə C diski görsənilir SSD kimi. Daha sonra əgər siz flash kart və sair cihazlar qoşmusunuzsa, yaddaş cihazları, onlar da burada görsənəcək. Buradan çıxaq. Daha sonra var Recycle bin. Recycle bində hansı ki istifadə etmədiyimiz, silmək istədiyimiz, ləğv etmək istədiyimiz faylları bura atırıq, qovluqları, faylları və s. Atırıq bura. İstəsək bunu silə bilərik ki, tamamilə boşaldırsan, silirsən. İstəsən də bu faylları geri döndürə bilərsən. Hardasa, yəni qaytara bilərsən. Geri qaytara bilərsən faylı. Ya da səbəti boşaldarsan. Mesela. Daha sonra gəldik idarə etmə panelinə. İdarə etmə paneli və yaxud da kontrol panel olaraq da eşitmişsiniz ki, kompüterinizin parametrləri buradan tənzimlənir. 8 kateqoriyası var. Kitabınıza da bu kateqoriyalar veriblər. Sadəcə olaraq rahat istifadə əvəzinə orada başqa cür yazılıb ki, ərişim rahatlığı. Rahat ərişim bu formada verilibdir. Əlçatanlılıq, belə deyim. Deməli, birinci hissəsi sistem və təhlükəsizlikdir. Kitabınızda da elə o formada verilib. Hansı ki, kompüterinizin ehtiyat nüsxələrini yaradır ki, sizin yaddaşınız, necə deyim, verilənləriniz, datanız itməsin deyə. Faylları saxlamaq üçün vəziyyətini, yəni kompüterinizin təhlükəsizlik sistemini göstərir ki, təhlükəsizlik vəziyyəti necədir. Bütün bunlar üçündür. İkincisi şəbəkə və internetdir. Yəni adından başa düşdüyünüz kimi şəbəkənin idarə olması, şəbəkə özündə də yazıb şəbəkə vəziyyətinə və tapışlıqlara baxmaq üçündür. Üçüncüsü avadanlıq və səsdir ki, periferiya qurğularını qoşmaq üçün istifadə olunur. Bir də burada yazılıb ki, ümumi şəkildə istifadə olunan mobillik parametrlərini tənzimləyin. Mobillik parametrləri nədir deyə soruşası olsanız, gəlin baxaq mobillik parametrlərini görsünüz. Ekran işığının artırılması, azalması, səsin artırılması, batarya vəziyyəti, yəni bu formada məlumatları saxlayır özündə. Daha sonra proqramlar. Proqramlar isə yazılmış proqramları silmək üçün istifadə olunur. Baxın, quraşdırılmış proqramı ləğv et, quraşdırılmış təzələnmələri gör, Windows xüsusiyyətlərini aktiv və qeyri-aktiv et, İstifadəçi hesabları, qeydiyyat tipini dəyiş. Burada da sizin e-mailiniz, parametrləriniz, parollarınız və s. olur. Bura məxfi hissə olduğuna görə daxil olmuram bura. Görünüş və fərdiləşdirmə. Burada əsasən şriftlərin dəyişdirilməsi, fayl bələdçisi, bayaqki Ease of Access Center dedik, o burada da var, ərişim rahatlığı var.
Onu burada da tətbiq ediblər. Naviqasiya xüsusiyyətlərdə ekranda qələmin istifadə olunması, baxın qələm menüsü, toxunma klaviaturası və s. üçün istifadə olunur. Saat və region, tarixin, vaxtın və ədədin formatını dəyişdirir. Bu da tarix, zaman, ədədin formatı da deyəndə IMPM məsələsi var da 12 saatlıq, 24 saatlıq vaxta keçid və yaxud da məsələn burada 06-12-25 yazılır. Onun yerinə 06 dekabr 2025 də yaza bilərim məsəl üçün. Bu formada yazmaq üçündür. Rahat istifadə isə baxın üzərinə verəndə çox rahat özü haqqında məlumat verir. Zəif görmə və yaxud da eşitmə problemi olan insanlar üçün istifadə olunur. Kompüterin səs əmrlərlə, yəni siz yaxınlaşırsa artıq səslə deyir ki, sizin toxunduğunuz, kliklədiyiniz qurğuda nə açılacaq. Yəni bu üstünə gələn yazını səsli formada sizə oxuyur. Başa düşdünüz? Bu üzərinə vuranda gələn yazını səsli formada sizə oxuyur. Bu oldu idarəetmə paneli haqqında məlumatlarımız. Ümumiyyətlə, idarəetmə paneli bundan əlavə başqa işlərdə görür ki, çoxdur. Gördüyü funksiyalar çoxdur. Məsələn, adicə siz kombinasiyalar edirsiniz, Ctrl-V edirsiniz, Ctrl-S edirsiniz. Ümumiyyətlə də düymələrlə kombinasiya olunur ki, onların hamısını idarəetmə paneli yönləndirir. Bu qurğu, yəni bu qovluq vasitəsilə yerinə yetirilir hamısı. Daha sonra var library. Ne dediniz var? Sonra dediniz daha sonra ne var dediniz? Library yəni kitabxana. Kitabxana bölməsini açanda isə sizdə bütün kompüterinizdəki bütün fayllar bir yerdə qruplaşır. Yəni hamısı burada yazılır ki, hansı qovluqlar var. Sənədlərə gələndə bütün sənədləri burada görürsüz. Şəkillərə gələndə bütün şəkilləri görürsüz burada. Aydındır. Yəni bir yerdən bütün fayllarınızı əliniz çata bilir kitabxana vasitəsilə. Bir də bizdə nə qaldı? Kompüter dedik, kontrol panel, recycle bin dedik. Bunlardır. Deməli nə oldu? Kompüter oldu. İstifadəçinin şəxsi qovluğu, control panel, recycle bin, library. 5 dənə qovluq oldu. Kitabımızda da var. Öyrənərsiniz zəhmət olmasa. İkinci anlayışımıza gəlir. İkinci anlayışımız qısa yol anlayışıdır. Baxın, görəcəksiniz ki, burada siz qısa yolla rastlaşacaqsınız ki, burada qısa yollar var. Görürsünüz. Bu ox işarəsindən olanlar qısa yol işarələrdir. Qısa yol işarələri nə deməkdir? Bizim ekranda gördüyünüz, mən özüm də ekranı çox yükləyirəm. Ara-ara vaxt tapdıqca da təmizləməyə çalışıram. Amma ki, bizim bütün bu ekranda olanlarımız hamısı bizim RAM-ımızda saxlanılır. RAM-da saxlandığı üçün RAM-da əməli yaddaşda, yəni əməli yaddaşa yüklənmə verir. Sizin əməli yaddaşınız yüklənmiş vəziyyətdə olduğuna görə kompüterinizdə nisbətən ağır işləyəcək. Ona görə də mümkün qədər bu qismi daha yüngül versiyada, daha rahat olsun deyə çox yükləməməyə çalışırlar. Daha az obyekt saxlamağa çalışırlar. Ancaq məsələn proqramları da hər dəfə gedib proqramlar səsindən tapmaq, gətirmək, işlətmək çətin olur. Ona görə də həm bunu yükləməmək adına, ekranı yüklənməsin deyə, həm də rahat istifadə etmək üçün yarlıq qısa yoldan istifadə olunur. Qısa yol faylın özünə gedən yoldur, yəni linkdir, istinaddır. Yəni həmin o proqramın loqosunu özündə saxlayan bir istinad yerləşdirmiş olursunuz, elə bil bura link yerləşdirmiş olursunuz. Artıq siz onu işlətəndə, siz onu işlək vəziyyətə gətirəndə, o gedir sizin əsas necə deyim, link vasitəsilə əsas sizə lazım olan kompüteri açır. Kompüter deyirəm, proqramı açır.
Aydında nə etdi? İndi uşaqlar qısa yolla bağlı belə bir şeyi nəzərə gətirək ki, qısa yol fayla təsir etmir. Yəni qısa yolun silinməsi, faylın silinməsi və yaxud da faylın zədələnməsi deyil. Fayl tamamilə özü qalır. Qısa yolu sildikdə sadəcə olaraq qısa yolu seçmiş ola bilərsiniz. Və bir fayla istənilən qədər qısa yol tərtib edə bilərsiniz. Yəni elə bir limitiniz yoxdur ki, mütləq bir fayldırsa bir qısa yolu olsun. Bu da belə. Ümumiyyətlə, gələk indi pəncərə hissələrinə ki, hansı pəncərə tiplərimiz var. Yəni, biz hansı anlayışlara baxdıq? Qovluq anlayışına baxdıq, qısa yol anlayışına baxdıq, fayl anlayışına baxmışdıq keçən dərs. İndi isə pəncərələrdən danışırıq. Pəncərələrimiz 4 cür olur. 4 növ pəncərəmiz var. Qovluq pəncərəsi, dialoq pəncərəsi, sorğu pəncərəsi, proqram pəncərəsi. 4 növdə pəncərəmiz var. Gəlin, baxaq. Baxın, bu bizim artıq bir qovluq pəncərəmiz. Yəni, bir pəncərəni açdıqda, qovluqlar görürsünüzsə və yaxud da fayllar görürsünüzsə, yəni bir qovluğu açdıqda da belə deyək, qovluğu açanda gördüyünüz ekran, pəncərə, bunu qısaltsaq daha yaxşı bir pəncərə olduğunu görərsiniz. Bax, qovluğu açdınız. Bir pəncərə ilə rastlaşdınız. Görürsünüz. Bu pəncərə qovluq pəncərəsi adlanır. Yox, əgər siz qovluğu yox, hər hansı bir faylı açırsınızsa, proqramı açırsınızsa, məsəl üçün Word proqramını açırsınız. Bu Word proqramını açanda gördüyünüz pəncərə olacaq proqram pəncərəsi. Aydındır. Deməli, qovluğu açanda gördüyünüz pəncərə qovluq pəncərəsidir. Proqramı açanda gördüyünüz pəncərə proqram pəncərəsidir. İndi proqramda gördünüz, burada mənə bir təklif verir. Əgər sizə bir təklif verirsə və siz qarşında OK ya da cancel qoymalısınız və yaxud da verir ki, sizə yadda saxlayın mı? Hər hansı bir dəyişiklik edirsiniz. Soruşur ki, bu dəyişikliyi yadda saxlayaq, save əmrini istəyir. Sizdən də yes və no istəyir. Siz ona yes ya da no qoyursunuz, həmin o təklifi verdiyi və sizin qarşılığında cavab verdiyiniz pəncərə olur dialoq pəncərəsi. Yəni, istifadəçi ilə kompüter bir dialoqa girmiş olur, proqram dialoqa girmiş olur. Bu da belə. İndi bax, görürsünüz, burada axtarış var. Gördünüz, axtarış işarəsi var. Bu axtarışı gördüyünüz pəncərə tipləri isə, hansı ki bunu kompüter faylında da görəcəksiniz. Baxın, burada da görürsünüz. Bu pəncərələr isə adlanır sorğu pəncərəsi. Bura qədər şagirdlər anlamadığınız, başa düşmədiyiniz nəsə var? Müəllim, bəs tutalım ki, hər hansı bir proqramı inzibatçı kimi işlədəndə orada bir dənə ekran gəlir. Yəni bu inzibatçı kimi açılsın, yes ya da no. O da yenə sorğu adlanacaq. Yes, no verməyiniz. Yox, yes, no-nu sən basırsansa o dialoq pəncərəsi olur. Sənin kliklədiyin, sənə seçim haqqı verdiyi dialoq pəncərəsidir. Bəli. İndi gələk iş masasına. İş masası gördüyünüz bax bu ekranımız, ana ekranımız, ana lövhəmiz iş masası adlanır. İş masasına display də deyirlər, desktop da adlanır. İş masası, yəni displeyimiz əsasən tapşırıq fayllardan ibarət olur, yəni obyektlərdən nə görürsünüzsə, üzərində gördüyünüz hamısı iş masasının obyektidir. Və ondan da əlavə tapşırıqlar zolağından ibarət olur. Yəni, taskbar hissəmiz olur bizim burada. Ən aşağıda gördüyünüz ağ hissə uzun, taskbar sayılır. Taskbarın içində start olur. Start düyməsi bu hissə. Gördünüz? İndi start düyməsi haqqında danışacağım. Ümumi məlumat verim. Start düyməsi olur, sonra cəhd başlatma zolağı olur. Hansı ki, məsəl üçün, mən WhatsApp-a tez-tez müraciət edirəm deyə bu hissəyə qoyuram ki, mən istəyən kimi WhatsApp-ımı aça bilim. Və bildiricilər sahəsi olur. Hansı ki, zamanı göstərir,
zaryadkanı göstərir, yəni enerjini göstərir, interneti göstərir və s. Belə. İndi baxaq start düyməmizdən tanış olaq. Start düyməmiz məndə 3 dənə olacaq, amma digərini də izah edəcəm. Yuxu rejimi olur, söndür rejimi, yenidən başlat rejimi, bir də qış yuxusu olur. İndi izah etməyə çalışacağım ki, bunlar fərq nədir aralarında. Yenidən başlanı yəqin ki, biləniniz var hamınız. Bu artıq restart, İngiliscədə isə restart olur. Yəni kompüterdə bütün kompüteri bağlayır, söndürür, sonra yenidən fəaliyyətə başlayır. Bax, üzərinə vuranda deyir ki, bütün kompüter proqramları bağlayır, kompüteri qeyri-aktiv edir və sonra ondan yenidən aktivləşdirir. İndi baxaq, söndür rejimi nədir? Yəni shutdown adlanır bu da İngiliscə. Shutdownda isə kompüteri bütünlüklə söndürür, yəni enerjidən uzaqlaşdırır. Bütün proqramları bağlayır və kompüteri söndürür. Yəni kompüteriniz hər hansı bir internet nə idi? Enerji itkisinə məruz qalmır. İndi gəlir yuxu rejiminə, sleep rejimə. Burada isə necə olur? Sizin zaryadkanız gedir, yəni enerjiniz gedir. Amma sizin proqramlarınız necə bağlamısınız? İndi bağlayacağım, görürsünüz. Eyni vəziyyətdə qalır, yəni RAM-ınız işlək vəziyyətdə qalır və enerjidə nisbətən az gedir, amma gedir yenə də. Baxaq. Görürsünüz, yazır, kompüter aktiv qalır, lakin az güc sərf edir. Proqramlar açıq qaldığına görə kompüter oyandırılıb, dərhal qaldığınız yerə qayıdırsınız. Gəlin, baxaq. Uşaqlar, buradasınız. Bəli, bəli. Gördünüz, yəni kompüteri bağlamağıma rəğmən nə proqramımız kəsilmədi, nə dərsimiz kəsilmədi. Çünki RAM işlək vəziyyətdə idi, RAM sönməmişdi. Əməli yaddaşımız işlək vəziyyətdə idi. İndi baxaq görə hibrid növdə nə olur? Hybrid, belə səslənir İngiliscədə isə qış yuxusu. Hibernate, nəsə. Belə olur adı İngiliscə. Qış yuxusu rejimində nə edir? Qış yuxusu rejimində kompüter əməli yaddaşdakıları, RAM-dakıları bir qovluq kimi xarici yaddaşda saxlayır. Yəni əmələ yaddaşı bir paketləmə edir. Elə bir son gördüyünüz anı fikirləşin ki, unutmamaq üçün şəklini çəkirsiniz, elə fikirləşin ki. O səhnəni özü üçün paket formasına gətirib sərt diskdə saxlayır. Daha sonra, yəni slipdəki o hansı ki slip modda baxdıq biz ki, vəziyyət, ani vəziyyət olduğu kimi qalır, cari vəziyyəti saxlayır. O vəziyyəti slipdəki kimi saxladı, amma slipdə enerji itkisi yaşayırdı axı. Shutdowndakı kimi isə enerji itkisi yaşamır. Yəni bu ikisinin birləşmiş versiyası kimidir. Aydındır nə olduğu? Başa düşdünüz? Yəni enerji itkiniz getmir. Kompüter tamamilə sönür. RAM işləmir, amma əməli yaddaşdakı məlumatı, informasiyanı xarici yaddaşda, başqa bir qovluqda özü üçün saxlayır ya da daimi yaddaş, indi hər hardasa. Özü üçün çox vaxt xarici yaddaşda olur. Xarici yaddaşı saxlayır özü üçün. Deməli, kompüter açılanda yuxu kimi tez açılmır. 1 saniyəlik açılmır. Kompüter açıldıqda yavaş-yavaş açılır və o paket formasında saxlananlar gəlir ekrana, sən həmin vəziyyətə qayıtmış olursan. Yəni, harada qalmışdınsa, oradan davam edə bilirsən. Belə, deməli, start menüsü haqqında danışdıq. Biz burada bir də pəncərə hissələrimizə baxacağıq. Bir də sizə nə deyəcəyim? Pəncərə dedim, yadıma düşdü. Burada uşaqların çox qarışdırdığı bir detal olur, sizə deyim və suallarda da hərdən görürəm. Deməli, bizim bu menyuya kontekst menyu deyirlər. Kontekst menyunun içərisindən daxil olduqlarını isə alt menyu sayılır. Baxın, bu ox olanlar alt menyudur. Görürsünüz? Məsəl üçün, bura baxsaq, desəz ki, kontekst menyumuzda neçədən alt menyu var? Nə deyirsiniz buna siz?
3 dənə. Elə göndərdiyiniz testdə də 3 var idi, dənə. axırıncı Bəli, göndərdiyi. 3 dənə alt menyu var. Deməli, indi baxırıq. Burada görünüş var. Görünüş. Sizə əsas o dediyim uşaqlar qarşıdır. O bu hissədə. Deməli, biz əgər iş masasındakı piktoqramları, yəni faylların görünüşlərini ölçüyə salmaq istəyiriksə, bizə 3 ölçü forması verir. Böyük ölçü, baxın, lap böyük oldu, görürsünüz. Daha sonra orta ölçü, bir də var kiçik ölçü. Yəni large, small, bir də medium olur. 3 ölçüdə olur. Orta sevirəm. Aha. Ancaq qovluq faylında isə, söhbət qovluqlardan gedirsə, qovluq pəncərəsində isə, faylında deyirəm, hərdən qarxıram belə. Qovluq pəncərəsində isə görünüşə baxırıqsa biz, burada bizə 4 dənə forma verəcək. 4 dənə. Deməli, ölçüyə görə 4 dənə verir. Çox böyük piktoqramlar, böyük piktoqramlar, orta piktoqramlar, kiçik piktoqramlar. Ölçüyə görə 4 dənədir. Əlavə olaraq siyahı kimi görə bilərsiniz. Bu düzülüş formasıdır artıq. Təfərrüatı ilə düzülmüş formada görə bilərsiniz. Lövhəciklər kimi görmüş ola bilərsiniz. Məzmun kimi görə bilərsiniz. Bu artıq düzülüş qaydasıdır. Ancaq ölçüsünə görə 4 formada olur. Çox böyük piktoqram, böyük piktoqram, orta piktoqram, kiçik piktoqram. Aydındır? 4 formada. İndi sizə sualda qarşınıza çıxsa ki, tutalım ki, seçin. Rəqəmlər verir ki, seçin görün hansılar iş masasında faylın görünüşünü əks etdirir. Siz artıq ekstralar götürməyəcəksiniz. Yəni, çox böyük piktoqramı götürməyəcəksiniz. Çünki iş masasında 3 oldu axı. Amma desə ki, qovluq pəncərəsindəki görünüşə görə təyin edin. Siz artıq çox böyüyü də seçməlisiniz onlar arasında. Aydındır fərqi. Burada 4 oldu, iş masasında 3 ədəd oldu. Belə. Daha sonra fayl pəncərəsinə baxsaq yaxşı olar. Bir dənə təzə fayl açım bir saniyə. Yeni bir fayl yaratdım. İndi baxaq görək. Proqram pəncərəsinin hissələrinə baxacağıq indi. Deməli, ən başda gördüyünüz hissəmiz başlıq zolağı adlanır. Adətən başlıq zolağı faylın adını bildirmək üçün olur çox proqramlarda. Amma bəzi proqramlarda əlavə hissələr də qoyulur bura. Yəni, başqa detallar da əlavə edə bilirsiniz. Bu olur, nə oldu? Başlıq zolağı. İkinci hissə olur menyu zolağı. Baxın, menyunu artıq buradan əldə edə bilirsiniz. File, home, insert, graph, Word proqramı keçəndə bunlara baxacağıq tək-tək. Daha sonra olur qapama düyməsi. Qapama düyməsini görürsünüz. Ümumiyyətlə buna minimizer deyilir. Buna kiçiltmək üçün. Bu isə maksimizer adlanır, böyütmək üçün istifadə olunur. Bu isə qapama düyməsidir. Daha sonra olur iş sahəsi. İş sahəsi artıq sizin tətbiq edəcəyiniz hissəni əhatə edir. Bu Excel-də başqa ola bilər, Word-də başqa ola bilər, başqa proqramlarda başqa ola bilər. Hansı ki sizin kursorunuz orada işləyir, kursorunuzdan özünüz işləyirsiniz, ora iş sahəsi olur. Daha sonra olur pəncərə çərçivəsi. Pəncərə çərçivəsini belə göstərmək çətin olsa da qoyun belə göstərim görün. Baxın, bu çərçivə hissəsi olur pəncərə çərçivəsi.
Bir də olur fırlanmaz olağı, fırlatmaz olağı da deyə bilərsiniz fırlanmada. Bax, bu da tərpətmək üçün istifadə olan zolaqdan ibarət. Belə. Bizim bugünkü anlayışlarımız bunlardan ibarət idi. Klaster və sair keçmişik sizlə. Fayl adları onlarda keçmişik. İndi mən bunu bağlayayım, sizdən biraz sual cavab edəcəm. Sonra da test yazaq.